page 91. Exercise 1. Look at the examples in the chart. Complete the sentence from the block. Aşağıda qrafikdəki nümunələrə baxırıq. Complete the sentence from the block və bloka əsasən cümlələri tamamlayacağıq. Burada bizdə can qaydamız var. Can bilmək, bacarmaq bildirir, yəni bacarığı bildirir. Məsələn, I can sing desək, mən oxumağı bacarıram. Bütün şəxslərdə can işlənir və can'dən sonra mütləq şəkildə feil olmalıdır. I can sing, mən mahnı oxumağı bacarıram. You can dance, sən rəqs etməyi bacarsan və s. kimi. Can'in inkar forması cannot olur. Ya qısa şəkildə bu cür yazırıq, can't, can, apostrof T və yaxud da cannot'u bitişik şəkildə yazırıq. I can't play voleyball olanda mən voleybol oynamağı bacarmıram. Eyni şəkildə I cannot deyə də yaza bilərik. Gəlin indi düzgün cavablarımızı qeyd edək. Burada futbol oynamağı bacarır olacaq he can play soccer. Daha sonra affirmative yazdığına görə təsdiq cümlələrdir. Hər birində can ilə yazacağıq. She can kick the ball, topa vura bilir. It can dance, o da rəqs edə bilir. We can dance, biz rəqs edə bilirik. Negativdə isə inkarı yazacağıq. Biz burada yaza bilərik can't və yaxud da cannot. He cannot dance, o rəqs edə bilmir. She can't swim, o üzə bilmir. It can't dance, o rəqs edə bilmir. We can't dance, biz rəqs edə bilmirik. You can't ski, siz xizək sürə bilmirsiniz. They can't play volleyball, onlar voleybol oynaya bilmir. Daha sonra exercise 2, complete the sentences with can or can't and the verbs in parentheses. Daha sonra cümlələri can və yaxud can ilə yazacağıq. Hardan biləcəyik ki, can və yaxud da can't yazmalıyıq? Əgər tik işarəsi varsa can'dən yazırıq, əgər x işarəsi varsa can't ilə yazırıq. Birinci nümunədə I can play volleyball, mən voleybol oynaya bilirəm, mən voleybol oynamağı bacarıram. İkincidə x işarəsi olduğuna görə yazırıq he can't walk. Üçüncüdə tik işarəsi olduğuna görə biz yazacağıq can surf. Dörddə x işarəsi olduğuna görə they can eat olacaq. 5-də tik işarəsi olduğuna görə you can dance yazacağıq. 6-da isə x işarəsi olduğuna görə can't ice skate olacaq. Exercise 3. Ask question and answer about what Martha and Louise can and can't do. Burada bizdə qrafikdə verilib, bacardıqları olarsa tik işarəsi ilə göstərilib. Əgər bacarmadıqları bir idman növüdürsə, o zaman x işarəsi ilə göstərir. Biz buna indi sual cümləsi yazacağıq və daha sonra şəklə əsasən yes can və yaxud da no cannot yazmalıyıq. Can Martha and Louise run fast? Hər ikisi sürətlə qaçmağı bacarır deyə yazacağıq yes. They can. Üçüncü sualda sual cümləsi yazırıq can Martha dance? Martha rəqs etməyi bacarır deyə. Can Louise dance? Louise rəqs etməyi bacarır. Qrafika əsasən baxırıq ki, rəqs edə bilmir. Usage bölməsində isə burada verilən sözlərlə siz sual verəcəksiniz sinif yoldaşınıza və o sizə cavablar verəcək. Məsələn, can you dance? Can you run fast? Can you ice skate? Can you spell your name? Can you play soccer? Can you swim?